haqqın meyarıdır. Əlini tanıyan haqqı tanıyır. Hər adam haqqında bu söz deyilmir. Əliyyum mə'əl haqq və haqq mə'əli. Əli haqq ilədir, haqq əli ilədir. İstəyirsənsə haqqı tanıyasan, əlinin yanında olanlar həqiqətə qovuşurlar. Həqiqətə bağlanırlar. Peyğəmbər ona dedi ki, ya Əli, mömin səni sevər və münafiq sənə düşmən olar. Yəni imanla əlaqəli məsələdir. Mömin, o adam ki, ürəyində iman var, özü deyir ki, qılıncla möminin başına da vursam yenə də məni sevər. Bütün dünyanı münafiqə versəm yenə də məni sevməz. Çünki bu iman məsələsidir, Allahla bağlı məsələdir. Əli Allaha imanın meyarıdır, Allaha imanın ölçüsüdür. İnsanlar Əliyə bağlanmaqla Allaha, haqqa bağlanırlar, imana bağlanırlar. Əbu Zərlə Salman bir-biri ilə danışır, iki layiqli səhabə. Əbu Zər gəlir Salmana deyir ki, görəsən əlini tanımaq nə qədər əhəmiyyətli məsələdir. Salman deyir, gəl gedək Əli əleyhissalamın özündən soruşaq. İki dənə ən üstün səhabə gəlirlər Həzrət Əlidən soruşurlar ki, sizi tanımağın fəziləti nə qədərdir? Əli əleyhissalam deyir ki, ey Cündəb və ey Salman, öz səhabələrinə müraciətlə deyir. Buyurur ki, mən Əlini həqiqi mərifət və nuraniyyətlə tanımamış insanın imanı kamil olmaz. Məni tanımadan insan iman yoluna qədəm qoya bilməz. Məni tanıyandan sonra Allah insanın qəlbini imanla imtihana çəkər. Yəni, möminlə davranmaq, Allahın öz davranışı var iman əhli ilə. Buyurur, o məni tanıyandan sonra Allah insanla mömin kimi davranar. Yəni, əlini tanımadan insan haqqı tanıya bilməz. Peyğəmbəri tanıya bilməz. Ənə mədinətül ilm və əliyyum babuha. Peyğəmbər buyurur, mən elmin şəhəriyəmsə, Əli onun qapısıdır. Qapını açmamış şəhərə girmək olmaz. İstəyirsən Peyğəmbəri tanıyasan və Allahı tanıyasan, gərək bu qapıdan daxil olasan. Bu qapı ilahi mərifətin qapısıdır və Əlini tanımağın yolu, Əli ilə Quranın bir bənzərliyi var. Əli ilə Quranın, Peyğəmbərlə Quranın, Əhl-i Beytlə Quranın bir oxşar cəhəti var. O budur ki, Quran haqqında Allah buyurur, la yəməssuhu illəl mutəhhərun. Buyurur, Quranı paklardan başqa heç kəs başa düşməz. Ola bilər adam Quranı əzbər bilə, amma Quranın arxasında olan mənaları paklanmış insanlar, ürəyi təmizlənmiş insanlar tanıya bilər. Əhl-i Beyt də belədir. Ola bilər adam Əlinin doğulduğu ili əzbər bilə yadda saxlaya. Əlinin həyatını oxuya, əzbərliyə, hansı döyüşlərdə nə şücaət göstərib, amma Əlini tanımaq üçün bu kifayət eləmir. Əlini tanımaq üçün gərək ürək təmiz ola, qəlb təmizlənə, insan özünü təmizləyə ki, Əliyə mərifət qazana bilər. Və Əliyə mərifət qazanmaq üçün özü təmizləmək lazımdırsa, insanın özünü təmizləməsi üçün Əlinin məhəbbəti yenə də yardımcıdır. İnsan Əlinin məhəbbəti vasitəsilə təmizlənir və təmizlənməsi vasitəsilə də Əlini tanıyır. Əlini tanımaqla da Allaha yönəlir. Bu, Əli əleyhissalam haqqında bir neçə cümlə idi ki, icazə verin ki, bundan artıq vaxtınızı almayayım. Allaha çox şükür edirəm ki, Allah bizi bu yola hidayət edib ki, biz Əli əleyhissalamın vilayətini qəbul edən insanlardan o. Bu Allahın xüsusi neymətidir və Allahdan istəyirəm ki, bizi Əlinin məhəbbəti ilə yaşadıb, bu məhəbbətlə dünyadan aparsın. Və bu dünyadan köçən günü, qəbrin əvvəl gecəsi deyirlər, ən qorxulu gecədir. İnsan təzə bir aləmə gəlib çıxır, deyirlər, o vaxtı sual olunan vaxt, Əlinin vilayətini tanıyanların başı üstünə ağa özü gələr, mübarək qədəmləri ilə dayanar başı üstündə və xoş adamın halına ki, suallara cavab verəndə Əli əleyhissalam başı üstə dayanar və mələklərə buyurar ki, o məni sevən adam olub, o mənim aşiqim olub və ona sual verməyin. Nə sualınız var, mənə verin, mən onun əvəzindən cavab verim. Və o zaman heç bir mələk cürət eləyib, Əlidən soruşa bilməz, mən Rabbuk, sənin Rəbbin kimdir? Heç bir mələyin buna cürəti çatmaz. Allah bizi Əli əleyhissalamı tanıyanlardan qərar versin inşallah. Əuzubillahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şani'eke huvel ebtar. Sadakallahul aliyyul azim.
Ata-ana çətinliyə düşür qiyamətdə, məhşəri gəzib min çətinliklə övladını tapır məhşərdə. Deyir ki, tanıdın bizi? Deyirlər, bəli. Övlad deyir, tanıdın. Sən mənim atam-anamsınız, siz mənim ata-anamsınız. Deyir, oğlum, yadındadır da dünyada sənin üçün nələr çəkdik biz, nə qədər zəhmət çəkdik. Səni öz canımızdan çox istəyirdik biz dünyada. Hər cür xidmət edirdik sənə. Yadındadır bu şeylər? Bəli, yadındadır. İndi o xidmətlərin əvəzində ki, biz sənə eləmişik, səndən xahiş edirik ki, biraz savabından ver, bir dənə savab ver, bizə bizim ürəyimizi şad elə. Sən də bizə savab ver, bizi şad elə. Oğul cavab verər, deyər, ey mənim ata-anam, görmürsünüz nə baş verir burada? Görmürsünüz cəmaat necə çətin vəziyyətləri burada? Bizdən bir dənə savabı ki verdim, işim elə savaba qaldı axırda. Onda necə olacaq? Bəlkə elə bu bir savab ki sənə verdim, ona möhtac oldum axırda. Ona görə xahiş edirəm, mən narahat elədim, gedin iş yüzündə alacağım. Onda deyir, ata-ana ağlar gözündən ayrılarlar. Həsrətdən barmağını yiyərlər. Bu övlad üçün halala harama baxmadı. Bunun üçün bu qədər zəhmət çəkdi, bazıdan görürsən deyir ki, deyirəm, içki məclisinə getmək olmaz, haram məclisdir, dostum baxın mənim. O dost qiyamət günü üzün yana çevirəcək səni görəndə. Ona görə ki, gedib onun məclisində oturub günaha düşürdün. Onun o məclisdə oturmağın hər anına, hər dəqiqəsində çəkdiyin ləzzəti bir burnundan gətirəcəklər. O dost səni tanımayacaq. Quran buyurur ki, o gün belə dostlar bir-birinə düşmən olacaqlar. اَلَّذ۪ينَ قَالُوا رَبُّنَ اللّٰهِ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةِ O kəslər ki, dedilər, Allah Rəbbimizdir. Sonra möhkəm dayandılar. ثُمَّ اسْتَقَامُوا Sonra möhkəm dayandılar. Onlara mələklər nazil olacaq ölüm anında və dünyada da. Mələklər nazil olacaq, Əllə təxafu və lə təhzənu. Qorxmayın və kədərlənməyin. Xoş adamın halına ki, insan öləndə mələklər gələr, deyək ki, narahat olma. Ləzzət bundan sonra başlayır. Qorxulu şeylər qaldı arxada. Bundan sonra ölüm rahatlığın başlanğıcıdır. Belə deyək, sadə dillə keyf bundan sonradır. Xoş o adamların halına ki, bunu mələklər belə qarşılayar. Buna satmaq üçün nə lazımdır? Qalu Rabbunallah. Dedilər, Rəbbimiz Allahdır. Bu kifayət eləmir. Çox adam deyir, Rəbbim Allahdır. Summəstəqamu. Möhkəm dayandılar. Hadisələr sarsıtmadı onları. Şəkkə şübhəyə düşmədilər. Ayaqları büdrəmədi. Get-gedə çətinləşir. Vallah çətinləşir. Peyğəmbər bu zamanlardan çox danışıb. Hər zaman danışıb ağlayıb. İmam Sadiq əleyhissalamdan var hədis. Mən görmüşəm ki, ağlaya-ağlaya danışıb ki, and olsun Allaha imtihana çəkiləcəksiniz. Necə sürmə gözdə imtihana çəkilər. Sürməni çəkən bilir nə vaxt çəkib, amma nə vaxt gedəcək bilinmir. O zaman gələcək ki, insanlar səhər dindədir, bilmir, Hasan dindən çıxacaqlar. Axşama dində qalmayacaq. O gün mən bir hədis oxuydum İmam Sadiq əleyhissalamdan. Buyurur, and olsun Allaha, İmam Hüseyin əleyhissalam buyurur bunu. Bir-birinizdən təngə gələcəksiniz, möminlərə deyir. Bir-birinizin çox üzr istəyirəm, hədisdə gəlib, üzünə tüpürəcəksiniz. Bir-birinizə lənət oxuyacaqsınız. İman əhli bir-birinə lənət oxuyacaq. Din əhli bir-birinə lənət oxuyacaq. Və o zaman bizim nəslimizdən olan bizim övladımız zuhur eləyib və bu pisliklərə son qoyacaq. Belə bir zaman olacaq. Çətindir indi haqda möhkəm dayanmaq. Çox küləklər əsir, insanları azdırır, çaşdırır. İnsanlar qalır ki, necə olsun? Fəsad, günah, fikri azğınlıqlar. Bunların hamısının müqabilində Əl-ləzinə qalu Rabbunəllah summəstəqamu. Onlar ki, dedilər, Rəbbimiz Allahdır və möhkəm dayandılar. Təsimu bihablillahi cəmiən. Bunlar hamısı Quran ayələrdə. Hamınız bir yerdə Allah ipindən yapışın. Və la təfərrəqu. Ayrı-ayrı düşməyin, parçalanmayın ki, zəifləyərsiniz. Allah ipindən möhkəm yapışın. Allahın rəhməti cəmaatındandır. Niyə deyir, tək yemək məkruhdur? Neçə nəfər Allahın lənətinə gəlib, bir tək yemək yeyən, bir tək yatan, bir tək səfərə çıxan. Təklik pis şeydir.
Tənhalıq başqa, ibadətdə bir neçə saat olmalıdır ki, insan xəlvətdə özü ilə olsun. Amma həyatı xəlvətdə keçməsin. Dinimizdə tərki dünyalıq yoxdur. İnsan cəmaatla olsun. Farəqəl cəmaə ma təmitətən cahiliyyə. Kim cəmaatdan ayrı ola, insanlardan, cəmiyyətdən ayrı düşə, ölsə, elə bil ki, cahil ölümünə ölüb, İslama iman gətirməyib. Vəhdət çox mühüm məsələdir, fəzilətlərdə insan vəhdət eləsin. Ona görə də ixtilaf pis şeydir. İmam buyurur ki, mən vəhdətdə olum cəmaatla. Bir hədis oxuyum, sözümü tamamlayayım. Baqir əleyhissalam buyurur, ma min mu'mineyni iftəcərə fəvqə səlasin illa və bəri'tu minhuma fissəlasə. Buyurur, iki mömin əgər 3 gün bir-birindən küsülü qalarsa, bu Baqir əleyhissalam buyurur, 3 gün bir-birindən küsülü qalarsa, 3-cü gün ikisindən də üz çeviririk biz əhl-i beyt, mən. Bunlar da bizdən deyil. Bəri'tu. Yəni, bizaram mən bunlardan. Biri dedi ki, canım sizə fəda olsun, yəbnə Rəsulallah. Bu iki küsülüdən biri düzdür, biri səhv. Hansısa haqda, hansısa nahaq. Nahaqqı başa düşdü. Bəs bu haqq olan yazıqdan niyə üz çevirirsiniz? Axı, bu düzdür. Həqiqət bunun tərəfindədir. Buyurdu ki, niyə o haqq olan getmir nahaqq olanın yanına? Fəyəqul ənəz zalim. Gedib demir ki, mən zalimam, günah məndədir. Niyə gedib demir? Haqlı ola. Niyə gedib ona demir ki, səhv məndədir, məni bağışla? Niyə gedib demir? Bunu demirsə, ikisindən də üz çevirirəm. İkisindən də üz döndərirəm. İndi 2 nəfər müminin ixtilafı belədirsə, gör bir cəmiyyətdə ixtilaf salmaq nədir? Mən alimlərdən birindən eşitdim, dedi ki, müsəlman cəmiyyətində, diqqət edin, kim müsəlman cəmiyyətində ixtilaf salsa, kiməsə inamsızlıq yaratsa, kiminsə barəsində şübhə salsa cəmaatın ürəyinə, buyurur Ramazan ayının gün ortasında içkini başa çəkib içməkdən daha artıq günahı var. İxtilafdan uzaq olmaq, vəhdət o qədər mühümdür ki, bəzən ədalətdən keçməlisən. Görürsünüz, ədalət nəyə tələb edir? Mən haqlıyam, o haqsız. Ədalətdən gərək haqsız haqlıdan üzr istəyir. Amma burada deyil, vəhdət mövzusudursa, ədaləti də vəhdətə qurban ver. Öz haqqından keç. Əlinin haqqından ki, yüksək olmayacaq sənin haqqın. Əli əleyhissalam xanım Fatimə Zəhranın qanından keçdi. Nə üçün keçdi? İxtilaf düşməsin cəmiyyətdə. İxtilaf düşməsin deyə Həzrət-i Zəhranın qanından keçdi. Həzrət-i Zəhraya edilən zülümlərdən keçdi. Hətta haqq olan sözü bəzən danışarsan, ixtilaf düşərsə, onun məsuliyyəti çox böyükdür. Gəldi bir dəfə məscidə girdi əleyhissalam, dedi ki, siz düz eləmirsiniz müstəhəbbi namazı cəmaatla qılırsınız. Dedi, siz biri qalxdı, qışqırdı, vay, sən 2 xəlifənin sünnətinə qarşı çıxdın filan. Dedi, yaxşı, necə bilirsən eləyirlər. Dinin hökmüdür. Görür ki, vəhdət bir aradan gedirsə, ondan da çəkilir. Əbu Zərə deyirdi ki, düzdür sən haqq danışırsan, amma təqiyyə elə, haqqı demə. Əbu Zər gedirdi, danışırdı, deyirdi, demə. Çünki cəmiyyət ixtilafa gələr, düşər. İxtilafa düşər. Ona görə də hətta ədalətdən bəzi hallarda vəhdət üstündür. Bəzən vəhdətə görə, birliyə görə insan gərək öz haqqında olan ədalətdən də keçsin. Ədalətin icrasını da tələb eləməsin. Qoy mənim haqqım tapdalansın, amma ki, təki birliyə xələl gəlməsin, vəhdətə xələl gəlməsin. Amma bunlar elə sözdədir. Hanı indi belə möminlər ki, əleyhissalam o boyda haqlardan keçib, razı deyilik ki, bir dənə hansısa sözdən keçək bir-bir. Allah vəhdətimizi, birliyimizi əlimizdən almasın inşallah. Qiyamətdə ən çox həsrət çəkilən şey nədir? İnsanlar nəyə həsrət çəkəcəklər? Bu barədə əleyhissalamdan hədis var. Buyurur, ənə həsrətun nas yevməl qiyamə. Qiyamət günü insanların həsrətinə səbəb olan ən böyük şey mənəm. Qiyamətdə insanlar peşman olacaq ki, niyə mənim tərəfdarım olmadılar, məni sevmədilər, niyə dünyada mənim imamlığımı tanımadılar. Qiyamətdə görəcəklər ki, bizi sevənlərə Allah nələr əta eləyir. Hədisdə var, Əleyhisselamın imamətini tanıyanlar, onun şiyələri, onu sevənlər qiyamətdən nurdan olan minbərlərdə oturacaqlar və bu məqamı hamı görəndə peşman olacaq ki, kəş biz də
Əlinin ardıcıllarından olardıq. Peyğəmbər buyurdu əleyhissalama, ya Əli müjdə olsun sənə, sən və sənin şiyələrin nicat tapanlardır. Qiyamətdə bunu görəndə insanlar çoxu peşman olacaqlar ki, kaş biz Əlini tanıyardıq, kaş biz Hüseyni tanıyardıq. Cənnəti insan Hüseynsiz dərk eləyə bilməz. İnnəlləhə xələqəl cənnətə min nuril Hüseyn. Peyğəmbər buyurur, Allah cənnəti Hüseynin nurundan yaradır. Hüseynin nurunun bir cilvəsi olub cənnət. Görün İmam Hüseynin məqamı nədir? İmam Hüseynin nurundan bir zərrəsindən Allah bütün behişti yaradır. Və insanlar dərəcə-dərəcədir. Səhabələrin də dərəcələri var. Bir gün Salman əleyhissalamın da Peyğəmbərin də səhabəsidir. Həzrət Əli əlindən tutdu. Mədinədə idi, səhv eləmirəmsə. Dedi ki, gəl səni başqa aləmlərə aparın. Əlindən tutdu, apardı, cənnətə daxil oldular. Necə Peyğəmbər meyraca getmişdi. Əleyhissalam Salmanı dünyada ikən cənnəti göstərdi. Cənnəti gördü, əleyhissalam gəzdirdi, dedi, bax bu sənin məqamındır, bu saraylar sənindir, bu neymətlər sənindir, sadaladı, danışdı. Sonra dedi, Salman, qalmaq istəyirsən ya getmək? İstəyirsənsə qalmaq, yoxsa qayıtmaq dünyaya? Baxdı əleyhissalama, dedi ki, sən qalırsan ya gedirsən? Əleyhissalam dedi, yox, mən qayıtmalıyam, gedirəm. Dedi ki, bir halda ki, sən gedirsən, cənnəti sənsiz neynirəm? Nə işin var cənnətdə? Sən olmayandan sonra cənnətdə nə işin var? Həmin o işi deyirlər İmam Səccad əleyhissalam Cabir ibn Abdullah üçün elədi. Cabiri cənnətə apardı. Cabir cənnəti görəndə baxdı İmam Səccada, dedi, onlar qalın burada. İmam baxdı, dedi, hə, səninlə Salmanın çox fərqi var. Nə oldu? 5-10 ağac görən kimi bizi yaddan çıxartdın. Ağac, neymət sənin başı güzəlləndirdi və Əhl-i Beytin məhəbbətini unutdun. Hər ikisi Əhl-i Beytin dostudur. Hər ikisi Əhl-i Beytə bağlı adamdır. Amma bu insanların da dərəcələri var. Və qiyamət günündə də insanlar Əlidən ayrı olduqlarına görə peşmançılıq çəkəcəklər. Sözümün axırında bir neçə cümlə zikri müsibət deyirəm. İmam Hüseyn əleyhissalamın əza günləridir. Hədislərdə də var ki, alimlər də tövsiyə edir ki, bu məclisləri İmam Hüseynin müsibətini zikr eləməklə tamamlayın. İmam Hüseyn yeganə imamdır ki, onun hər bədən üzvünə salam göndərilir. Onun başına salam göndərilir. Onun sınan dişlərinə salam göndərilir. Müxtəlif bədən əzalarına İmam Hüseyn ziyarətində salam göndərilir. Və İmam Hüseynin kəsilmiş başı özü ayrıca bir mövzudur və o kəsilmiş başın bir çox möcüzələri və kəramətləri olub Kərbəla hadisəsində. O baş bilirsiniz ki, nizəyə vurulub və şəhər-şəhər onu gəzdiriblər. O başın kəramətlərindən biri budur ki, o baş nizənin üstündə Quran oxuyur. Bu tarixçilər bunu yazıb, Kəhf surəsini oxuyub, başqa surələrdən oxuyub. Küfənin küçələrində bu baş nizədə Quran oxuyanda düşmən qorxdu ki, bu kəraməti görüb insanlar aylar və çox pis işə əl atdılar. Xanım Zeynəb gördü kəzavənin üstündən ki, baş gəlib onun müqabilində dayanıb və Quran oxuyur. Birdən baxdı, gördü ki, hər tərəfdən başladılar daş atmağa İmam Hüseynin yaralı başına. İmam Hüseynin başını daşla yaraladılar ki, o Quran oxumağı saxlasın. Bu başı gətirdilər Xuli ibn Yezid adında bir adamın evinə. O apardı, başı gizlətdi təndirin içində. Xanımına demədi. Qorxurdu ki, xanımı bilər. Gəldi, yemək yedi, dedi, hardan gəlirsən, dedi, döyüşdən qayıdıram. Bir din düşməni ilə vuruşmuşuq, onu öldürmüşük. Xanımı deyir, gecə namazına oyanır, gecə ibadətinə. Baxır, görür ki, təndirdən nur qalxır, işıq qalxır. Öz-özünə deyir ki, axı, mən təndiri yandırmamışdım. Bu nə sirdir belə? Gəlir, baxır, görür, təndirin yanında 4 nəfər xanım oturub, bir başı götürürlər, öpüb ağlayırlar. Biri deyir, mən Xədicəyəm. Biri deyir, mən İsa'nın anası Məryəməm.
Biri deyir, mən Asiyayam. Deyir, qadın baxır, görür bir xanım hamıdan çox ağlayır. Bir xanım da hamıdan çox ağlayır, əlini qoyub belinə, ağlaya-ağlaya deyir ki, oğlum, bala, Hüseyin, anam Fatimə sənə qurban olsun. Bu başa düşür ki, bu xanım Fatimə Zəhradır, o baş da İmam Hüseynin başıdır. Özündən gedir o xanım, sonra deyir, gilabla o başın qanını silir, təmizləyir və səhərə qədər o başın yanında oturub ağlayır. Bu baş Yezidin sarayına gətirilir. Zeynəbin bilirsiniz xüsusi məhəbbəti vardı İmam Hüseyin əleyhissalam Həzrəti Zeynəbin. Həzrəti Zeynəb Mərəşi Nəcəfi ağa deyir ki, dünyaya gələndə Peyğəmbər qucağına aldı, gözünü açmadı. Əli əleyhissalam götürdü, gözünü açmadı. Xanım Fatimə Zəhranın qucağında gözünü açmadı. Qardaşı İmam Həsən götürdü, gözünü açmadı. Elə ki, verdilər İmam Hüseynə, yazır ki, gözlərini açdı, baxdı İmam Hüseynin camalına. Bir burada gözünü Zeynəb açdı, İmam Hüseynə baxdı. Bir də deyirlər, Yezdin sarayında İmam Hüseynin başını gəzdirirdilər əsirlərin arasında. Deyirlər, o baş gəzirdi, gəlib Həzrəti Zeynəbə çatanda yazırlar, Allaha and olsun ki, gözü açıldı və gözündən bir damcı yaş axdı, töküldü yerə. Bir alimlərdən biri deyirdi ki, bu Həzrəti Zeynəbə təşəkkür idi. Deyirdi ki, çox sağ ol ki, mənim övladlarıma yaxşı xidmət elədin. Çox sağ ol ki, mənim haqqımı yaxşı müdafiə elədin. Qoymadın mənim qanım aradan getsin. Deyir, qoydu Yezid bu başı öz qabağına və qamçı ilə başladı onun dodaqlarına vurmağa. Dodaqlarına vurdu və şeir oxudu. Xanım Rubab da dayanmışdı. Rubab çox həyalı xanım idi. İmam Hüseynin həyat yoldaşı Əliyəsxərin anası idi. Heç bir mərhələdə o İmam Hüseynə ucadan ağlamırdı. Zeynəb qətligaha çıxırdı, qətligahda. Özünü salanda İmam Hüseynin cənazəsinə Rubab həyasından xeymədən çölə çıxmamışdı. Zeynəb üzünü İmam Hüseynin kəsib boğazına qoyub ağlayanda xeymədən çıxmamışdı. Həzrəti Zeynəb o kəsik başla Küfədə danışanda Rubab sakit dayanırdı. Amma deyirlər, Yezid İmam Hüseynin dodağına vuranda day Rubab səbr eləyə bilmədi. Çıxdı, gəldi, dayandı Yezidin müqabilində, dedi, Yezid vurma. Vurma, deyirlər, bu dodaqlardan Peyğəmbər öpür. Peyğəmbər öpən dodaqlara bu qədər hörmətsizlik eləmə. Əla lə'nətullah ələl qavmiz zalim. Qarabağ dərdini, elə gənc, yaşlı fərqi yoxdur. Nə qədər ki, bu məsələ həll olunmayıb, bizim rahat olmağa, rahatlıq tapmağa haqqımız yoxdur. Bizim ibadətimizlə belə bilirəm nöqsanlıdır. Əgər bizim ürəyimizdə o işğal olunmuş torpaqların dərdi olmasa, orada əziyyət çəkən insanların dərdi olmasa, o torpaqları azad eləmək eşqi ürəyimizdə olmasa, bizim gündəlik ibadətlərimizin bir o qədər Allahın yanında belə düşünürəm ki, qiyməti olmaz. Azərbaycan xalqı şəhadət məktəbinə, İmam Hüseyin məktəbinə bağlı olan xalqıdır və bu yaxında mən bir daha o Azərbaycanın o qəhrəman övladının misilsiz şücaətini vurğulamaq istəyirəm. Bundan tək deyil. Onlarla, yüzlərlə belə faktlar olub Qarabağ müharibəsi zamanı, amma son dövrdə həmin o Peyğəmbər övladı olan Mübariz İbrahimovun misilsiz şücaətinin şahidi olduq və o öz vəsiyyətində bütün bu şücaətin inancından qaynaqlandığını bildirir. O öz orada ata-anasına vəsiyyətində özü Peyğəmbər övladıdır, seyiddir və ata-anasına vəsiyyətində də namazlara diqqət eləməyi tövsiyə eləyir. İmam Hüseyin əleyhissalama bağlı olmağı tövsiyə eləyir, Əhl-i Beytə bağlılığı tövsiyə eləyir və məhz Əhl-i Beyt məktəbinə bağlı bir gənc görün nə böyük şücaət göstərdi və düşmənin içində görünməmiş bir panikanın yaranmasına səbəb oldu. Neçə gündür onlar əməliyyatlar keçirirlər, dillər qisas əməliyyatlarıdır. Çünki onların lap içinə arxa zəfiyə daxil oldu, onlara çox ciddi zərbə vurdu, özü tək və milli qəhrəman adı da qazandı. Belə gənclərin olması sevindirici haldır, amma
əsas məsələ bundadır ki, belə gəncləri tanıtdıraq insanlara, bunları təbliğ eləyək. Kütləvi informasiya vasitələrinin vəzifəsi Qədr gecəsində konsert vermək yox. Eyş-işrət mərasimləri təşkil edib, insanları haqdan, həqiqətdən azdırmaq yox, bunların vəzifəsi bu şücaətli, qəhrəmanlıq nümunələrini insanlara çatdırmaqdır, gənclərə çatdırmaqdır və bu nümunələr hər hansı bir xalqın tarixində varsa, o xalq hökmən qalib olacaq, qələbəyə çatacaq. Mən heç şübhə eləmirəm ki, bir gün işğal altında olan bu ərazilər inşallah azad olacaq. Özdəki inanmıram ki, hansısa danışıq vasitəsilə azad ola, ancaq şəhadət eşqi ilə ürəyi döyünən müsəlmanların, gənclərin əzmi ilə, mübarizəsi ilə həm Azərbaycanın Qarabağ torpaqları, həm də ümumən dünyanın hər yerində işğal altında olan müsəlman torpaqları inşallah azad olacaq, Fələstin torpağı azad olacaq, inşallah Beytül-Müqəddəsdə də müsəlmanlar birlikdə, bir yerdə Əqsa məscidində inşallah cəmaət namazı qılacaqlar. Bu gec-tez olacaq və Allah o günü görməyi bütün müsəlmanlara və bizə qismət eləsin inşallah. Allah müsəlmanları öz düşmənlərinə qalib eləsin inşallah. İnsanların necə bir-birinin boynunda haqqı var hamısının. Atanın övlad boynunda haqqı var. Özdə çox böyük haqqdır. Mən neçə dəfə işarə eləmişəm, bilirəm yenə də ailələrdən narazılıq var deyə, mövzumuza aid olmasa da mən yenə də bunu vurğulamaq istəyirəm. Bir cavan oğlan, bir yaşlı adam kim olursa olsun, ata-anası ondan narazıdırsa, ata-anaya uf deyibsə belə, ürəyini sındırıbsa, gəlib ibadət eləyirsə, yəqin bilsin Allah qəbul eləmir. Bunu mən yəqin sizə deyirəm. Ata-ananın narazı olduğu övladın əməlini Allah qəbul eləməz. Hədisdə var, bu adam nəinki cənnətə getməz, heç cənnətin iyini hiss eləməz. Ata haqq da olsa, nahaq da olsa. Haqq, nahaq mövzusu ata-anaya aiddir. Ata haqq deyir, nahaq deyir. Ataya itayət vacibdir, istisna bir dənə budur ki, Allahın vacib buyurduğu və haram buyurduğu istisna. Bundan qeyri bütün hallarda ata-ananın sözü övlad üçün qanundur. İnsan Kərbəlaya gedə, Məşədə gedə, ata-ana narazıdırsa getməyinə, nəinki savab qazanmaz, günah yazılar o Kərbəla səfərindən naməyə əməlinə. Ata-ananın haqqı çox böyükdür insanın boynunda, çox mühümdür. Ona görə də deyir, hətta baxışınla əziyyət eləsin, uf deməklə əziyyət eləsin, bil ki, səni halal eləməyənəcən, sənin ibadətin qəbul olmaz. Və ən böyük, ən şirin ibadətlərdən biri adam ata-anasına xidmət eləyər. Heç bir ibadətin o qədər savabı yoxdur ki, insan ata-anasının xidmətində olar. Bu çox böyük savabdır. Allah deyir, xüsusi hədiyyələr göndərir bu bəndələrinə. Güman eləmədiyi yerdən elə hədiyyələr verir ki, insan gözləmir. Nə üçün? Atasının, anasının xidmətində olması üçün. Bu çox mühüm məsələdir. Ustadın insanın boynunda haqqı var. Əli əleyhissalam buyurub, bir adam mənə bir dənə hədis dedisə, mənə özünə qul elədi, bir hərf öyrətdirsə. Deyib eşidənin bir-birinin boynunda haqqı var, qonşunun insanın boynunda haqqı var, qohumun, yəni bütün haqlar qarşılıqlıdır və Allahın da haqqı insanların boynunda çox böyükdür, yəni hesablamaq mümkündür. Necə deyəsən Allahın bizim boynumuzda nə qədər haqqı var? Allah varlığımızı bizə bəxş eləyib, bütün vücudumuzu bizə ehsan eləyib, saysız hesabsız neymətlər. Günəş ətrafına yer fırlanır, bil ki, sənə görədir bu. Allah buyurur, onların hamısını sənə görə yarattım. Bu təbiətdə bu qədər hadisə baş verir, o aləmlər hamısı sən insan üçündür. Görün, nə qədər böyük haqqı var bizim boynumuzda. Və insan heç bir əməllə bunun qarşılığını verə bilməz. Nə inirsə eləsin, insan acizdir bunun qarşılığını ödəməkdə. Keçən həftə mən dedim, Peyğəmbər o əzəmətdə insan ömrünün son anlarında deyirdi ki, ilahi sənə layiq olduğun kimi ibadət eləyə bilmədin. Çünki Allahın bizim boynumuzda vəzif haqlarından biri budur ki, biz ona ibadət eləyək. Bəzi adamlar sən niyə ibadət eləmişsən? Deyir, vaxtım yoxdur. O iş üçün ki, onu bu dünyaya göndəriblər. İbadət üçün göndəriblər, deyir, ona vaxtım yoxdur. Ondan başqa hər şeyə vaxtı var.
Allah buyurur, sizi ibadət üçün yaratmışam. Bir insan ki, onu ibadət üçün dünyaya göndəriblər, o şey üçün ki, gəlib, ondan başqa hər şeyə vaxt tapır, onu eləmir. Elə bil, şagirdi məktəbə göndərirsən, dərs oxumağa gedir. Məktəb nə üçün dərs oxumaq üçün? Deyirsən, ay bala, dərs oxu, deyir, ata vaxtım yoxdur. Oynamağa vaxt tapır, yeməyə, hər şeyə vaxt tapır, amma dərs oxumağa vaxt tapmır. O üzrü müəllim qəbul eləməz ki, dərs oxumağa vaxtın yox. Çünki məktəb dərs oxumaq yeridir. Dünyada ibadət üçün insanlar gəlir. Peyğəmbər ki, bu ibadətləri necə kamil şəkildə yerinə yetirirdi, axırda deyirdi, ilahi, biz sənə layiqincə ibadət eləyə bilmədik. Biz sənin layiq olduğun kimi tanıya bilmədik. İmam Musa Kazım əleyhissalam deyirdi ki, bu duanı çox eləyin. Allahümmə la təc'alni minəl muarin və la tuxricni minət təksir. Belə dua eləyin ki, ilahi bizi dində sabit olanlardan qərar ver. İmanı sabit olan insanlardan qərar ver və bizi təksirdən xaric eləmə. Səhabə gəldi dedi ki, Yəbnə Rəsulallah, başa düşdü ki, sabit insanlardan qərar ver, bu aydındır. Bəs niyə bizi təqsirkarlıqdan uzaq eləmə? Bu necə duadır? İmam başa saldı ki, bunun mənası budur ki, nə qədər ibadət eləyirsənsə elə, həmişə bil ki, nöqsanlısan. Və bu fikir səni tərk eləməsin. Nə bağda özündən razı olasan. Nuh Peyğəmbər şeytandan soruşdu ki, insana hasan hakim olursan. Deyir, elə ki, özündən razı oldun, mənimdir. Hasan özündən razı oldusan. O, artıq mənə bəndədir. Nə qədər ibadət eləyirsənsə elə, deyəsən, mən təqsirkaram. Peyğəmbər buyurur, bu hədis doğrudan da çox təəccüblü hədislərdəndir. Peyğəmbərin sözüdür. Buyurur ki, bilin, sizdən heç biriniz qiyamətdə əməlinə görə nicat tapmayacaq. Mən də sizin içinizdə. Çox qəribə sözdür bu. Peyğəmbər buyurur ki, hətta mən ki Allahın ən üstün bəndəsiyəm, əməlimə görə nicat tapmayacağam. Hamımız Allahın rəhməti ilə nicat tapacaq. Allahın rəhmətinin hesabına nicat tapacaq. Əmələ qalsa, heç mən də nicat tapmayacağam. Peyğəmbərdən təkrar soruşdular. Ya Rəsulallah, sizin də Allahın rəhmətinə ehtiyacınız var? Buyurdu, bəli. Mən də cənnətə getsəm, Allahın rəhməti ilə cənnətə daxil olacağam. 80 il sən ibadət elə. 80 il yaşa, bir dəfə də günah eləmə. Amma elə ki, qiyamətdə Allahın neymətlərini görəcəksən. Yaxşı, bu 80 ilin əvəzində desinlər, sən də 800 il cənnətdə qal. 8000 il qal. 800 min il qal. Sonra səni yox eləyəcək. Belə demir. O 80 il ibadətə elə ki, sonsuz neymət verir. Allah yolunda doğranan şəhiddə xəcalətdən başını aşağı salır ki, mən neynədir? Orada ki, Allah öz camalını insanlara göstərir, hər şeyini Allah yolunda qurban verən şəhid xəcalət çəkir ki, ilahi, mən sənin rəhmətinə ehtiyaclıyam, mən heç eləmədim sənin üçün. O qarşılıq ki, Allah verəcək, onda biz biləcək bizim əməlimizin heç bir qiyməti yox idi. Allah öz camalını göstərəcək inşallah möminlərə. Odur ki, deyiblər, əməl eləyəndə əmələ yox, kimə əməl eləyirsən ona bax. Bir günah eləmirsən, günaha baxma, gör kimə günah eləmirsən, onda bir günaha görə bir ömür ağlason yenə azdır. Və ibadət eləyəndə də ibadətə baxma, kimə ibadət eləyirsən, onun əzəmətinə bax, onda bir ömür ibadət eləsən yenə də azdır. Gözün Allahda olsun, gözün Allahda olsa məsumlar kimi bir dənə günah eləmədən Peyğəmbər gecə səhərəcən göz yaşı tökürdü. Allahın əzəmətini görən öz hissi olmasını, öz acizliyini anlayır. Mən misal demişəm sizə, Həzrət Salman Peyğəmbərin ən üstün səhabəsi idi. Həzrət Salman hədislərdə var ki, ümmətimin içində İsa ibn Məryəm kimidir. Həzrət İsa kimidir mənim ümmətimin içində, onun dərəcəsi, məqamı. Həzrət Salman dünyadan köçəndə ağlayırdı, qorxur, deyir ki, qorxuram, əl-boş gedəm. İndi mən sizə sual verirəm, Həzrət Salmanın o bir ömürlük ibadəti üstün idi, yoxsa bu sözü ki, mən əli boşam. Vallahi ki, bu sözü ilə qiymət tapmışdı, o əməli ilə yox. O əməl gəlib axırda səbəb olur buna ki, mən biləm, mən azizəm. Onda qiymət tapıram. Həzrət Xədicə var dövlətinin hamısını Allah yolunda qurban verdi.
Həzrəti Xədicənin malı İslama xidmət elədi. Həzrəti Xədicə var dövlətini Peyğəmbərə qurban elədi. Tərəddüd eləmədən. O var dövlətdə bir xanım axırda Şəbi Əbi Talibdə bir xurma ilə 2 nəfər yaşayırdı. O vəziyyətlərə düşdü Peyğəmbərin yolunda. Nəyi var idi verdi? Din yayıldı onun sərvəti ilə. Həzrəti Xədicə dünyadan keçəndə xanım Fatimə Zəhranı çağırdı. Dedi, mən utanıram, həya edirəm atam Peyğəmbərdən. Səni çox istəyir, sənin sözlüyü yerə salmaz. Mənim heç bir əməlimə ümidim yoxdur. Mən qəbrə gedirəm. Mən heç nə eləməmişəm Allahdan nəsə istəyəm. Gez atıva dinən ki, o köynək ki əyninə giyinir, onu məndən qəbrə qoysun. Bəlkə Peyğəmbərin köynəyinə görə Allah məni bağışlayar. Həzrəti Xədicənin qiyməti düzdür, o əməllərinin çox təsiri vardı. Amma tərəziyə qoysun, o acizliyini etiraf eləməsi, o var dövlətini paylamasından daha üstün idi. Həzrəti Əbəlfəz ağa İmam Hüseyn yolunda nə qədər fədakarlıq elədi. Kimə İmam Hüseyn dedi, bir nəfsi ənd, canım sənə qurban olsun. İmam az adama bu sözü deyər, canım sənə fəda olsun. İmam əlini belinin üstünə qoydu Əbəlfəz, atdan yerə düşəndə. İmam Hüseyn əleyhissalam gəldi, onun başı üstə dayandı, dedi ki, əgər məni gün ortadan sonra axşama qədər öldürməsələr, Həzrət Əbəlfəzin müsibətinə görə mən axşama sağ çıxmazdım. Yəni, belə bir adam idi. Amma onun qiyməti, əli kəsildi, qolu kəsildi, gözlərinə ox vurdular, o qədər əziyyət çəkdi. Həzrət Əbəlfəzi o əzəmətə qaldıran bilirsiniz nə idi? Deyirdi, mən neynədim İmam Hüseynə, mən heç nə eləyə bilmədim. Və o təfəkkürdədir qiymət, insanın dəyəri bundadır ki, elədikcə başa düşsün ki, mən acizəm. Elədikcə başa düşsün ki, mən heç nə eləməmişəm. Odur ki, Peyğəmbər Əbu Zərə deyir ki, sən nə qədər ibadət eləsən, bil ki, Allahın haqqını yerinə yetirməyəcəksən. Musa əleyhissalama Allah dedi ki, mənim neymətlərimin şükrünü yerinə yetir. Həzrəti Musa dedi, İlahi, mən acizəm, mənə elə bir iş dedin ki, o neymətlərin ki, o qədər sonsuzdur, mən necə şükür eləyim? Allahdan nida gəldi ki, ya Musa, şükrünü yerinə yetirdin. Elə şükrü bu idi ki, acizliyimi başa düşəsən. Elə ki, sən dedim, mən eləyə bilmərəm, şükrün mənası elə budur. Elə şükür budur ki, başa düşəsən ki, şükür eləməyə acizəm. Mən bir hədis yazmışdım da, ona vaxt yoxdur oxumağa. Elə mən elə gəlir, bu qədər kifayət eləyər. Allah bizi şükür eləyən bəndələrindən qərar versin. Hədisdə var, 7 dəstə insan var ki, Allahın lütf sayəsindən, lütf kölgəsindən başqa kölgə olmadığı gündə, yəni qiyamət günündə Allahın lütf sayəsinin altında olacaqlar. Yəni qiyamətdə ki, insanlar hamısı narahatdır, çətinlik içindədir. Buyurur, 7 insan var ki, onlar qiyamətdə elə bil o qızmar isti gündə bir dəstə insan kölgədə dayanar. O sıra dincələr, qalanları isti günün altında iş görərlər. Qiyamət belədir ki, insanların beyinləri qaynayan həddə hərarəti var. Amma bir dəstə insan soyuq ürəklə rahat otururlar Allahın rəhməti sayəsində. Bunlar kimlərdir? Ki, xüsusi insanlardır ki, Allahın rəhmət sayəsində qərar tutacaqlar. 7 dəstədir. Birincisi, buyurur, o kəs ki, məsciddə vacib namazını qılıb və çıxıb gedir. Amma qəlbi məsciddədir və gözləyir digər namazın vaxtı gəlsin, məscidə getsin. Yəni, işi gücü məsciddə oturmaqdır. Çıxır məsciddən, gedir işinin dalınca. Bütün işlərini görür, yerinə yetirir, amma cəmaət namazına aşıqdır. Cəmaət namazını sevir. Bir namazı qılıb gedir, namazın intizarını çəkir, namazın vaxtını gözləyir. Məscidi sevən insandır, məsciddə bağlı insandır. Deyirlər, insanın könül bağladığı, çox gedib gəldiyi məscid qiyamətdə kəzavə şəklində gəlib onu cənnətə aparacaq. Məscidi sevən insanların aqibəti çox yaxşıdır və məscidə düşmən olanların aqibəti haqqında da Quranda buyurur ki, onları rüsva eləyən bir əzab gözləyir o insanlar. İkincisi buyurur, o insanlar ki, onlara haram şəhvət üst tutur, Allahdan qorxub onu tərk edirlər. Bu insanlara Allah xüsusi mərhəmətini nazil eləyəcək qiyamətin günündə. Üçüncüsü budur ki, o insanlar ki, gizlində sədəqə verirlər və Allahdan başqa heç kəs xəbər tutmur. Allah xoşlayır insan sədəqəni gizlin verər. Gizlin verə və minnət qoymayan.
bir yaxşılıq elədi, 100 dəfə onun üzünə vurmuyor ki, mən o vaxtı sənə bunu eləmişdim. Onun bizdə bəzən adətdir ki, 10 il bundan əvvəlin söhbətini görsən eləyirik, plan vaxtla plan kəsə plan işi görmüşdüm. Amma buyurur, Allahın rəhmətində qərar tutmaq istəyirsənsə, sədəqələrindən Allahdan başqa heç kəsin xəbəri olmasın. Dördüncüsü, o kəs ki, günahı yadına düşür, qorxur və göz yaşı dökür. Titriyir, göz yaşı dökür. Günahları yadına düşür və ürəyi narahat olur. Allahın əzabından qorxur. Beşincisi, ədalətli rəhbər ki, Allaha xatir insanları hidayət edir. O rəhbər ki, insanları ədalətlə idarə edir. Onun çox qiyməti var. O insan ki, adil rəhbərdir, onun ayağından da öpsün, yeri var onun üçün. O çox əziz insandır Allahın yanında. O cür insanın üzünə baxmaq istəyir. Altıncısı, o zaman ki, zamanlığını Allaha itaətdə keçirir. Burada oturan gənclərə insan baxanda, insan görür ki, nə dərəcədə nuraniyyətlər var, nə dərəcədə Allah yanında əziz insanlar. Bu məsciddə çox gənclər, cavanlar var. Bu məscidin özünə məxsus xüsusiyyətlərindən biri də budur ki, həm dəyərli, hörmətli ağsaqqallarımız var ki, onların sayəsini Allah başımızın üstündən çəkməsin. Çünki ağsaqqalsız məclisin o qədər qiyməti yoxdur, dəyəri yoxdur. Eyni zamanda bu gənclər də bu məclislərin zinətidir və ümumiyyətlə bu insanların üzünə baxanda insan düşünür ki, doğrudan da Allah yanında nə qədər əziz insanlardır bunlar. Ki, günahların hücum elədiyi zamanda Allahın yolunu seçib, Allaha itaət edir və ən gözəl vaxt insanın özünü islah eləməsinə zamanlıqdır. İnsan zamanlıqda çox şeyə çata bilər ki, mən də yavaş-yavaş indi yaşımız keçdikcə insan başa düşür ki, cavanlıqda çatdığına görürsən insanın yaşlı vaxtında çatması mümkün olur. Və ona görə hədislərdə var, insan cavanlıqda bəzi ibadətləri eləyib, bəzi əməlləri eləyib, yaşlanandan sonra da eləyə bilmir. Allah əmr eləyər mələklərə ki, gedin o əməlləri eləyin, savabını buna yazın. Bu əməllər ki, bu cavanlıqda eləyirmiş. O savablar. İndi yaşlanıb da eləyə bilmir, əldən düşür. O savabların hamısını, cavanlıqda elədiyi əməllərin savabını onun namə əməlinə yazarlar. Və yeddincisi, sonuncusu, 2 nəfər insan ki, Allaha görə bir-birini çox istəyirlər. Allaha görə dostluq eləyirlər, bir yerdə olanda da, ayrı olanda da. Allahın qardaşlıq hökmünə riayət ediblər. Yəni, qardaş təkdə bir-birini görəndə üzünə gülməkdir. Qardaş odur ki, qardaşlığın haqqını o olmayanda da əməl eləsin, riayət eləsin. Onun pisinə bir söz deməsin, onu narahat eləyən söz deməsin, onun hüquqlarına riayət eləsin. 2 mömin ki, Allaha görə qardaş olublar, Allaha görə bir-birini seviblər, başqa məqsəd olmayıb. Bir var salam verəndə məqsədin olar, bir də var Allaha görə olar. O zaman o insanlar Allahın rəhməti sayəsində qərar tutacaqlar. Mən bu xutbənin sonunda bir məsələyə işarə eləmək istəyirəm və sonra sözümü tamamlayayım. O da hamını narahat eləyən bir məsələdir ki, bizə müraciət edirlər, insanlar son dərəcədə buna narahatdır. Məscidin sökülməsi haqqında məhkəmənin verdiyi qərarla bağlı bir narahatçılıqdır ki, yəni həqiqətən artıq heyrətini, insan təəccübünü gizlədə bilmir, bir ölkədə artıq bir ilin içində 3-cü məsciddir ki, sökülmə təhlükəsi ilə qarşılaşıb və bu olduqca böyük bir rüsvayçılıq və biabırçılıqdır. Mən o dəfə də dedim, biz bilmirik bu işin arxasında kim dayanır, kim bu qərarın verilməsini dəstəkləyir, kim təşviq eləyir o insanları, amma bilsinlər bu böyük bir səhvdir, çox ciddi bir səhvdir və insanlar axıra qədər bu biabırçılığı seyr eləməyəcək, oturub sakit baxmayacaq ki, gəlin məscidləri bir-bir dağıdın, insanlar da qalsın, dayansın kənarda. Məscid İsmət və iffət məsələsidir, müsəlmanların namus məsələsidir və o namusa təcavüz eləməyə heç kəsə icazə verməzlər. Bir hicabdır, bir də Allahın evləridir ki, bu da ən aşağı hüquqdur, minimum haqqdır ki, insanlar da bir dənə bu qalıb ki, namaz qıla bilirlər. Və bunu da insanların əlindən alarlarsa, almaq istəyərlərsə, bu çox səhv yoldur, çox pis nəticələr öyrətib çıxarlar. Ona görə də yenə deyirəm, bu namazda mən müraciət edirəm və dəqiq də bilirəm, yəqin ki, bizim səsimizi eşidənlər var, xüsusən də bu əlaqədar qurumlara ki, bu tutduqları səhv yoldan çəkinsinlər və ruhani idarəsinin rəhbərinə də müraciət edərək deyirik ki,
bütün vasitələrdən istifadə eləyib, öz nüfuzundan istifadə eləyib, Allahın evlərini bu hücumlardan qorusun və bu məntiqsizliyə nəhayət ki, son qoyulsun. Bu həm də din-dövlət münasibətlərinin ciddi şəkildə pozulması deməkdir və dövlətin özünə qarşı bir təcavüzdür. Odur ki, əlaqədar insanlar, yenə deyirəm, biz bəhanələr ki, gətirilir, bu qanunsuz tikilidir. Filandır, bu aydın məsələsi dəfəngəhdir, qanunsuz tikili məsələsidir. Bunu kimsə məqsədli şəkildə bu addımları bir-birinin ardınca atmaq istəyir, amma ayılsalar daha yaxşı olar və bu tutduqları səhv yoldan çəkilsələr yaxşı olar. Çünki bütün Azərbaycan xalqının mənəviyyatına qarşı təcavüzdür və bu təcavüz olduqca acı nəticələr həm dünyada, həm axirətdə rüsvayçılığa və əzaba səbəb olacaq addımlardır. Bəzi adamın namazı ancaq söz yığınından başqa bir şeydir. Sözə də bir şey verməzlər qiyamətdə. Qiyamətdə sözə bir şey verməzlər. Qiyamətdə mahiyyətə verəcəklər, nə verəcəklər. Az əməl elə, Peyğəmbər buyurur. Amma dəqiq yerinə yetir əməli. Vacibdir, çox eləyəsən. Az elə, amma dəqiq yerinə yetir. Əleyhissalam əməllərin mizanıdır qiyamətdə. Bir də var, bu məsələyə də istəyirəm diqqət eləyəsiniz. Bu çox mühüm məsələlərdən biridir. Ki, qiyamətdə bizim əməllərimizi necə qiymətləndirəcəklər? Bu, olduqca mənim üçün şəxsən mühüm məsələdir. Məsələn, həyatımız tutaq ki, 50 il ömürdür. Allah bizə verir. İndi bu ömür başa çatır. Bu ömür başa çatır, mizan məqamında yox, Allahın huzurunda yox, qiyamət günündə. Deyəcəklər, bu 50 illik ömrün içində sən nə qədər namaz qıla bilərdin? Sayacaqlar. Nə qədər oruç tuta bilərdin? Neçə dəfə həccə gedə bilərdin? Nə qədər pul xərcləyə bilərdin Allah yolunda? Nə qədər kitab yaza bilərdin? Nə qədər tələbə yetişdirə bilərdin? İndi hərənin öz şəraiti də hamıda eynidir. Hərənin öz şəraiti. Biri tələbə yetişdirə bilər, biri yox. Elmi yoxdur, başqa. Hər insanın maksimum nə qədər əməl eləyə biləcəyini göstərə bilər. Bu bir. İkincisi də bu əməllərin keyfiyyətini. Bu namazı ki, sən qılırdın, necə qıla bilərdin? Həcci necə eləyə bilərdin? Bunların hamısını toplayarlar. Bunların nəticəsi olaraq sən hara çata bilərdin? Hansı məqama çata bilərdin? Ən kamil məqam səninsin. Mövcud imkanlar və potensialın daxilində. Sən nə ola bilərdin? Onu qoyacaqlar, sonra baxacaqlar ki, sən nəsən, nə oldun? Ondan onu ölçəcəklər. Ona nisbət bizə qiymət verəcəklər. Bizə qiymət verəndə təkcə bizim əməlimizə baxmayacaqlar. Baxacaqlar ki, sən nə ola bilərdin 50 il ömürdən sonra, amma nə oldun? Və buna uyğunlaşdırıb qiymət verəcəklər. Ona görə deyiblər ki, bir iş görəndə məğrur olmayın. Həmişə özünüzə sual verin ki, mən nə qədər eləyə bilərdim, amma nə qədər elədim. Onların nisbətinə baxın. Biri görürsən, filan miqdar pul xərcləyir Allah üçün, din üçün, insanlar üçün. Deyir, pul xərclədiyim miqdarına baxma. Sual verir ki, mən nə qədər xərcləyə bilərdim, nə qədər xərclədim. Biri dərs deyir, tələbələrə söhbət eləyir, insanları hidayət eləyir. Baxma sən nə qədər hidayət eləmirsən. Özünə sual verir ki, mən nə qədər insanı hidayət eləyə bilərdim. Sizdən bunu soruşacaqlar. Qonşunda bir adam var idi, onu hidayət eləyə bilərdim. Bir yerdə oxuyurdunuz, onu sən hidayət eləyə bilərdin. Nə qədər insan sənin əlindən haqqa gələ bilərdi, amma nə qədər insan gəldi. O nisbətdə qiymət verəcəklər. Eləyə biləcəyimizlə elədiyimizin nisbəti və bu çox mühüm məsələdir. Bunun üzərində insan düşünsə yaxşı olar. Mizanın mənası budur. İndi biz o ali dərəcədən uzaq olsaq ki, əlac nədir? Biz yolu tam sabit gedə bilmiriksə, hərdən bir ayağımız büdrəyirsə, indi yaxşı günah da elədin, gərək günah eləməyən, amma günah da elədin, hərdən yoldan çıxdım ani olaraq, azdım yoldan. Necə eləyim ki, mən bu yoldan tam uzaqlaşmayayım, ölənə qədər imanı saxlayayım? Bizə yaxşı iki yol təklif ediblər. İki yol. Deyiblər, bu iki şeyi nə olur olsun, bu iki şeyi tərk eləməyin.
Nə qədər günah da eləsiniz, nə qədər pis adam da saysınız özünüzü, iki şeyi tərk eləməyin, bu axırda sizin xeyirlə ömrünüzün qurtarmağına səbəb olacaq. Bu iki şey nədir? Birincisi tövbədir, istiğfardır. İstiğfar eləyin. Eybi yox, günah da elədinizsə, eləməmisiniz daha yaxşıydı, amma indi eləmişsiniz, neyniyək? Özümü öldürüm, da eləmişəm. Elədinizsə heç olmasa yox. Çox yaxşı şey olar ki, günahdan sonra istiğfar eləyin. İstiğfarı heç vaxt tərk eləməyin, tövbəni tərk eləməyin. İstiğfar nədir? Biri deyir, əstəğfirullah Rabbi və Subullah. Həzrət Əlinin yanında. Əleyhissalam baxdı ona dedi, Səkillətükə ummukə. Anan matəmində ağlasın. Anan sənə ağlasın. Heç bilirsən tövbə nədir? İstiğfar nədir? Tövbə dilin tərpənməkdir. Sonra sayır, mən onları saymıram. O hədisi oxumursuz. İnşallah gələcəkdə də deyərik. Amma tövbənin mənası budur ki, insan günah eləsə də getsin Allahın qapısına. O qapıdan naümid olmasın. Desin, ilahi bilmədim elədim. Gəlmişəm bağışlayasan məni. Gəlmişəm bağışlayasan. Bunu eləmək heç olmasa insanın aqibətinin xeyirli olması üçün çox vacib məsələdir. Ola bilər insan günah eləyər, Allah da əzab verməyə hazırlaşar. Tövbə gələr, o əzabın qabağını alır. Ola bilər yox, bu əzabdan uzaqlaşmağın bir sipəridir, qalxandır. Ənfal surəsi 33-də buyurur. Buyurur, onlar nə qədər ki tövbə eləyirlər, Allah onlara əzab verməz. Tövbə insandan əzabları uzaqlaşdırır. İnsan gedər bir xəlvət yer tapar, ağlar gözdən Allahın dərgahına uzanır. Əllərini qaldıra deyirlər, mən bilməmişəm. Dözə bilmədim, elədim. Bilmədim. Səhv elədim. Üzünü qoya yerə deyə məni bağışla. Etiraf eləyə günahını. Allah xoşlayır ki, insan gələ deyə mən bax bildim, bax bunu elədim. Etiraf eləyə, dilinə gətirə. Amma cəmaatın yanında yox. Özü öz Allahı ilə xəlvətdə. Etiraf eləyə deyirlər, mən bunu elədim. İmam Səccad əleyhissalamın gözəl duası var. Kimin məfatih kitabı varsa, onun tərcüməsinə baxsın. Əbu Həmdə Somali duası. Çox məzmunlu duadır. Bütün duaları gözəldir İmam Səccadın. Amma bu, lap dolğun duadır. O duada deyir ki, ilahi, günahlarımı etiraf edirəm ki, day bəla şallağı ilə məni tərbiyələndirməyəsən. Bəzən günahkar günah eləyir, uzaqlaşır Allahdan. Allah bəla verir ona görə yox ki, onu sındırsın, uzaqlaşdırsın. Allah bəlanı verir ki, bəlkə ayılsın. Görürsən, ata övladına cəza verər ki, bəlkə başa düşsün, tənbih eləyər. İmam Səccad da Allaha deyir ki, ilahi, özüm ki gəlmişəm də dilimlə etiraf edirəm və bəla şallağı ilə məni tərbiyələndirmə. Başa düşmüşəm, etiraf edirəm. Deyir, elə ki, mən günahlarıma baxıram, qorxu məni götürür. Baxıram elədiyim günahlara, hərçənd İmam Səccad bir dənə günah eləməyib. Amma bizə dərs verir. İmam deyir, baxıram günahlarıma, qorxuram. Deyir, baxanda qorxuram, amma birdən gözüm sənin rəhmətinə sataşır. Elə ki, gözüm dikildi sənin rəhmətinə, ürəyimdən qorxu gedir, yerini ümid alır. Çünki mənim günahım nə qədər böyük olar, qoy olsun. Amma sənin rəhmətin mənim günahımdan böyükdür. Sənin rəhmətin ki, həddi hüdudu yoxdur. Günaha baxıram, qorxuram, amma elə ki, gözüm sataşır sənin rəhmətinə, hər yeri, hər şeyi əhatə eləyən geniş rəhmətini görürəm, o zaman qorxu ürəyimdən gedir. Düzdür, mən bəndəlikdən çıxmışam, sən ki, Allahlıqdan əl çəkməmişsən. Sən ancaq Peyğəmbərin Allahı deyirsən ki, sən ancaq imamların Allahı deyirsən ki, sən ancaq yaxşıların Allahı deyirsən, bəs günahkarlar hara getsin? Sən həm də günahkarların Allahı sanarsan. Günahkar sənə arxa çevirib, amma sən ondan üz döndərməmişsən. Sən gözləmirsən ki, günahkar gəlsin sənə tərəf. İndi mən də gəlmişəm. İndi yaxşı, günah da eləmişəm, amma qaçmamışam ki, gəlmişəm sənə tərəf. Gəlmişəm sənə tərəf, necə ola bilər ümidimi qısa çıxardacaqsa? Bax, mən ümidlə gəlmişəm. Kim kimin qapısına ümidlə getsə, böyük adam ümidlə onun qapısına gələni əl-boş qaytarar da səndən böyük kimdir? Mən də ümidlə sənin qapıya gəlmişəm. Mən bu qədər günah eləmişəm, sən dözmüsən mənə. Çünki sənin
xasiyyətin, əxlaqın budur ki, sən bağışlayasan, əzab verməyə tələsmirsən, sən bağışlamağı sevirsən. Burada bunu eləsən qiyməti çoxdur. Amma qiyamətdə nə qədər ağlayırsan ağla, xeyri yox. Burada bir damcı göz yaşının qiyməti dəryalar qədər günahı söndürməkdir. Amma qiyamətdə yox. Allah bir onların heç üzünə baxmaz. Bugün qışqırıb özünüzü öldürməyin. Sizi bizim əzabımızdan heç kəs qısara bilməz. Sizdə sual yarana bilər ki, bəs o boyda rəhməti olan Allah bunların göz yaşına qiyamətdə rəhm eləmir. Məktəbdə oxuyanlar görüblər, bilmirəm, qarşılaşmışsınız. Bəzən görürsən ki, uşaqların içində həyasız uşaqlar olur, həyasız. Görürsən, gündə müəllim döyür onları, gündə də bunların elə göz yaşı da oğuzların içindədir. Elə biraz damlayan kimi başlayır ağlamağa, qışqırmağa, ona da fikir verən yoxdur, heç kəsində ürəyi yanmır ona. Çünki həyasız adamdır. Həyasız insana rəhm eləmirlər. Həyalı insan balaca narahat olsa, gözündən yaş çıxsa, o saat ürəyin yumşalar. Amma həyasız insan ki, elə bir balaca bir cəza görən kimi qışqırır, ağlayır, amma görürsən ki, o ağlamağın əməlində təsiri yoxdur, ona rəhm eləməzlər. Qiyamətin günahkarlarının ağlaması da o həyasız uşaqların ağlaması üçün. Ki, daha görürsən, heç kəsin ürəyinə toxunmur o. Dünyalar qədər rəhmət olan Peyğəmbərin də ürəyinə toxunmur. Çünki bu həyasız insanlardır. Nə qədər günah edirsənsə, elə heç olmasa həya hissini itirmə. Həyanı itirdinsə dinin əlindən getsin də qaytaranmaz. Nəyin olursa əlindən gedir, getsin, həyanı əlindən vermə. Günah eləmirsən, nuş olsun, eybi yoxdur. Amma heç olmasa utanmaq hissini itirmə. Utanmağı itirdinsə də itirdiyin axırıncı şey odur. Ona görə Peyğəmbər deyir, elə ki, həyanı itirdin, nə istəyirsən ged elə. Yəni, səndən adam tutmaz. O mənada nə istəyirsən elə. Elə ki, həya hissini itirdin, qutardı da. Deyir, bir günah eləyir bəndə, 7 saat mələklər yazmır. Allahın rəhmətidir bu. 7 saat bunun günahını yazmırlar. Deyirlər, gözləyək, görək nə olur. Günahını eləyir, 7 saat keçib heç vecinə döyür. Heç vecinə döyür bunu. Onda 7 saat keçəndə ki, tövbə eləmədi, mələklər deyər, nə həyasız bəndədir. Və yazarlar günah. Amma yox, saçdısa, azdısa, yoldan çıxdısa, dərhal başa düşdü, qayıtdısa, Allah dəqiq bilin ki, bağışlayar, şübhəsiz bağışlayar. Və belə-belə insan yavaş-yavaş düzələr. Yavaş-yavaş islah olar. Rəhmətinə ümid eləyə insan Allah. Belə sifətlə həyalı insan qiyamətə də günahı qalsa orada bağışlayarlar. Hədisdə var, birinə əməl dəftərini gətirib verərlər, asanda deyər, Bismillahirrahmanirrahim. Çünki öyrəşib dünyada hər işi başlayanda Bismillahla başlayar. Asanda deyər, Bismillahirrahmanirrahim, baxar əməlinə, əməl dəftərinə. Baxar, görər namazları qeyd olunur, orucları qeyd olunur. Filan gün camaat namazı qılmışdı, o qeyd olunur. Məhərrəmdə qara köynək giymişdi, göz yaşı tökmüşdü, qeyd olunur. Həccə getmişdi, qeyd olunur. Elədiyi salavatlar, dediyi zikirlər, bir dənə Subhanallahadan yaddan çıxmaz, hamısı qeyd olunur. Gündə ki, burada salavat deyirsən, zikir deyirsən, məscidə gəlirsən, hər addımla savab yazır Allah buyurur. Bunların hamısını yazır, hamısını, xırdadan böyüyə qədər. Bu baxar, görər savablar yazılır. Amma görər, axı mən filan günahı da eləmişdim. Günahdan əsər əlamət yoxdur. Günah yazılmıyor. İnsan özü ki, bilir axı neyniyir. Həyalı adam olduğuna görə Allaha deyər, ilahi deyəsən bu sərt düşür. Həyalı adamdır. Deyər, ilahi deyəsən sərt düşür. Axı mənim günahlarım burada yazılmıyor. Xoşu adamın halına bunu deyə bilir. O adama ki, qiyamətdə icazə veriblər, danışsın, yaxşı adamdır. O gün dillərinə, ağızlarına möhür vururlar və əlləri danışar. Amma buna icazə veriblər. O ki, deyəndə, ilahi, mənim günahlarım burada yazılmayıb, ancaq savablarım yazılıb, Allah deyər, dəftəri atanda nə dedim? Dedim, Bismillahirrahmanirrahim. Bizi rəhmət sifəti ilə yad elədin deyə günahlarını sildi. Biz həya eləyirik, bizə rəhmət sifəti ilə yanaşan insanları bağışlamayaq. Həyalı insan burada da bağışlanmasa, qiyamətdə bağışlanar. Elə ki, bəndə günah elədi, hədisdə var, Allaha tərəf qaydanda Allah mələklərinə xitabən deyər, ey mənim mələklərim, baxın mənim bəndəmə, necə mənim qapımı kəstirib əl çəkmir. Çünki başa düşür ki, məndən başqa sığınacaq yeri yoxdur.
Günah eləsözdə tövbəni tərk eləməyin, bu bir. İkincisi də əhl-i beytlə əlaqə, Peyğəmbər və onun əhl-i beyti ilə. Bu əlaqəni kəsməyin. Nə edirsiniz, eləyin, Peyğəmbər və onun əhl-i beyti ilə əlaqələrinizi kəsməyin. O əlaqəni saxlayın həmişə. Necə saxlayaq o əlaqəni? Min cür yolu var onun. Gündə salavat deyə bilərsən. Ziyarətlərindən oxuya bilərsən. Ey İbn-i Zülcövşən, mən də döyüşü dayandırmağa razıyam. Ağam Hüseyin namaz qılmaq istəyir. Razılaşsaz, müvəqqəti olaraq döyüşü saxlayarıq. Həm mən namazımı qılaram, həm də siz nəfəsinizi dərərsiniz. İbn-i bir də meydana qayıtsan, sənin boğazını özüm üzəcəm. Yoğun boynunu qıracam. Kaş bir dəfə kişi olub sözünün üstündə dura biləydin. Mən namaz qılan kimi böyük həvəslə səninlə döyüşə gələcəyəm. Vədinə dönük çıxsan, itdən betərsən. Züheyr nizədə qılıncların maniyəsini dəf edərək, eşq namazında pərvanə kimi qanadını yandırmağa gəldi. Sanki həmin günün namazını göylərdə Peyğəmbərə iqtida edərək qılması Züheyrin bəxtinə yazılmışdı. Bu nə dəhşətli Şimir? İbn Qeyn hələ də meydanda at oynadır. Döyüşdən çox möcüzəyə oxşuyur. Zalim fil kimi güclüdür. Nərə çəkdikdə döyüşçülər paltarlarını içadırlar. İbn Qeyn Hüseynin balaca barmağıdır. Hüseynin polad qolları olan haşimlər meydana çıxsa necə? Yaxud Abbas İbn Əli. Şübhəsiz Abbas meydana çıxanda hamı qorxudan yerindəcə keçiləcək. Bəlkə də Abbas İbn Əlinin qarşısına çıxmaq üçün şir olmaq lazımdır. Tək-bətək döyüş yetər. Döyüşə başlayın. Əmr edirəm bütün ordu ilə xeymələrə hücum edib Hüseyni öldürün. İndi Hüseyin namaz qılır. Namazı qılıb qurtarana qədər döyüşü saxlamaq istəyir. Qayğılsın Şimir, qayğılsın. Namazdan sonrası işini bitirin. Doğrudan siz Hüseynin namaz qılmağına icazə vermək istəyirsiniz? Namaz qılmaq vacibdir oğlum. Biz vacib əmələ qarşı çıxa bilmərik. Onda döyüşü uduzdunuz. Anlamadım. Bu insanlar Hüseyni öldürməyə gəliblər. Çünki Hüseynin dindən çıxaraq kafir olduğunu düşünürlər. Hüseynin namaz qılmaq üçün döyüşü dayandırdıqlarını görsələr, onda başa düşəcəklər ki, aldanıblar. Maraqlı yanaşmadır. Düz demir Şimir. Haqlıdır. Onun fikri çox düzgün və dəqiqdir. Bəlkə də Hüseyin bu addımı ilə yatmış küfəliləri oyatmaq istəyir. Elə isə Hüseynin namaz qılmasına heç bir imkan verməyin. Olmaz. Nə deyim? Əmr verən sizsiz. Yox Şimir, yox. Namaz qılmağa qoymayın.